Təbii ki, bugün Milli Qurtuluş günüdür. Sizin birdən mən bütün Azərbaycan xalqını təbrik edirəm, bayram günüdür. Bu günü bizə bəxş edən bizim alı bu Öndər Heydər Əliyevdir. Təbii ki, onun ruhuna da rəhmət deyirik. Bugün Şuşada bu tədbiri keçirmək təbii ki, bizim apardığımız siyasət, dövlətimizin apardığı siyasət, dövlət başçımızın apardığı siyasətin nəticəsidir ki, biz bugün Şuşada bu tədbiri keçirdik. Bu tədbir artıq birinci tədbir deyil. Yeni Azərbaycan Partiyanın deməli burada keçirdiyi demək olar ki, 5-ci tədbirdir. Bugünkü tədbir onlardan biraz fərqli olaraq dost ölkələr və qardaş ölkələrin partiyaların və aparıcı partiyaların rəhbərləri iştirak edir. Onlar Azərbaycanda aparılan siyasətdən danışdı. Bu Azərbaycanda olan sabitliyi, onlar da konflikt olan ölkələr də var onların içində. Burada bugün bu əziyyəti onlar çəkirlər, onlar da arzu edirlər ki, müəyyən o konfliktlərdən qırılır. Sülhün burada deməli öz ölkələrində də bərqərar olması onlar üçün də maraqlıdır. Təbii ki, Azərbaycan da bu Azərbaycan çox deməli tədbirlərə ev yəlidir. Çünki Azərbaycan artıq sabit və öz torpaqlarını azad edən bir ölkədir. Bizim bildiyimiz kimi SSR dönəmində 15 ölkənin demək olar ki, hər birində bir konflikt, bir çatışmamazlıq, torpaq davası ya da ki bir deməli başqa bir məsələ, hər birində bir problem var. Yeganə bir ölkədir ki, Azərbaycan özü öz problemlərini həll edir. Tam şəkildə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azad olmasına biz şərait yarandı. Bir daha sizi təbrik edirəm. Sizə hər birinizə uğurlar. Teşekkür